üçün paparazzi. Əgər kimin arxlasam, mənə ehtiyac var üzməyə. Əgər çox arıqlayacaqsa ehtiyac yoxdur. Çox deyəndə yoxdur. Bir 10 kilo gedəcək. Yox, 5 kilo. Sizin arıqlarında özünüz tez arıqlayır? Üzüm hara? Şuradan da arıqlayırlar 5 kilo atın. Ehtiyac yoxdur. Prosta mən kaç turşdu, mən şəkil çəkəndə. Siz 5 kilo arıqlayın, ehtiyac qalsa, görsəz ki piyiniz qalıb, hələ də sizi narahat edir, üzünüzdəki o sallanma getməyibdir. Onu yaşatmadan mən silini sallanma. Sinir deyil, amma vardı. Baba, burada hiss olunur ki, artıq piyiniz var. O da kökərmiş ona görədir. Arıqlasız o da gedəcək. Getməsən, üzünüzdəki o piy yer dəyişmiş ki, sizin piyiniz nədən əmələ gəlibdir. Yaş ötdükcə, yerin cazibə qüvvəsi bizim piylərimizə gedirik. Gözaltıdan düşür bura, buradan düşür aşağı, yaranır buraya. Bu da özümüzü sallaq göstərir. O sallaqlığı götürmək üçün əslində biz facelifting edirik. Əslində kökəlib arıqlamaq bu şey deyil. Amma ola bilər ki də siz arıqlayasınız, bunlar daha az görsənsin. Onda bizə lazım olacaq buranı qaldırmaq sadəcə olaraq. O da dolğu vasitəsidir. İndi mən bilmirəm sizin arıqlama intensivliyiniz necədir? Bunun heç bir zəruri yoxdur. Əgər büdcəniz və ümumiyyətlə durumunuz ona imkan verirsə, bunu eləsəz də, arıqlasaz da yenə də daha yaxşı olacaq.